Korrupsiyanı bizimkilər əsas nə ilə axtarır? Mənə videola dokazat elə, faktla dokazat elə, nə ilə dokazat elə? Sübut elə ki, həqiqətən bu adam filankəsdən pul alıb. Təkcə videodur, audiodur, lazım gələndə deyirlər video, audio əsas şərt deyil. Mənim prezidentimizə belə bir sözüm var, belə bir təklifim var. Cənab prezident, sən insanların lazımdır demək ki, mənə sübut elə. Sübut bilirsən nədir? Çıxarılan qərarlar, sübut çıxarılan sənədlər, sübut sərəncamlar. Bax, bunlar sübutdur. Çünki bir də görürsən qərarlar elə formada çıxarılır ki, həmin qərarlar haqqında danışanda adam özü utanır. Deyir, ayala, bu nə qərarlardır ki, bizim dövlətimizdə, bu dövlətimizin adından məhkəmə qərarları çıxır. Cənab prezident, sizdən çox xahiş edirəm. Birincisi, əgər sizə bir insan tərəfindən şikayət gəlirsə, xahiş edirik onları oxuyun. Çünki şikayətlər əbəs yerə deyil. İnsanlar əzilir, insanlara zülüm görür. Bunlar barədə oxuyun, görün ki, orada qərarları alın, qərarlarla tanış olun. Mən sizə bir dənə adicə bir halı deyəcəm. Şəxsən özümlə bağlı, mən DTX-nın sədri cənab Əli Nağıyevə ərizə yazmışam, göndərmişəm. Həm poçt vasitəsilə göndərmişəm, həm belə korrupsiya idarəsinin rəisinə, prokuraturada Rəcəbova özüm yazmışam, göndərmişəm. Yəni ki, mən faktla danışmağı sevirəm. Mən boş-boş danışmağı sevmirəm. Ona görə də ki, sizdən mülki prosesual məcəllənin, mülki məcəllənin qanunları, məsələn 1, 2, 5 belə də rəqəmlərlə saymış olsun, bunlar artıq konstitusiyada təsdiqlənib. Ona görə də ki, biz bunlara, əgər görürük ki, orada heç birinə rəiyyət olunmursa, demək, burada korrupsiyalı olub. Və indi adicənə hal-hazırda Əlizadə Rəşad Fikrətoğlunun işi ilə bağlı Yasamal rayon məhkəməsinə şikayət verilib. Düz 2 ildir ki, Aydan Oruclu ürəyi istəyən kimi deyir, mən burada lotuyam, mənə heç kim söz deyə bilməz, prezidentiniz də mənim üçün maraqlıdır, bir şeydir. Başda zalımın qızı elə dalbadal işə baxmır da, deyir, ölsün baxmayacam. İndi məni bir şey maraqlandırır ki, ay millət, siz bunu əgər bu işə baxmırsınızsa, onda məhkəmələr nəyə görədir? Məhkəmə kiminsə keyfinə görədir. Sənin əgər bu işə baxmırsansa, özdə həmişə yazı, əvvəllər bəhanə eləyirdilər. Ödəniş düzgün ödənilməyib, bunu ver, onu ver, onu ver. Bütün sənədlərdə verildi, 5-6 dənə vəsadət verildi, nə bilim, nələr verildi, axırdakı sözü budur. İşiniz baxılmamış saxlanıldı. Cavabdeh şəxs Azərbaycanın ağır məhkəmələrin hakimi Rauf Əliyevdir, Ağakamil oğlu Əliyev. Rauf Ağakamil oğlu Əliyev qardaşı oğlunun, yəni xaricdə olmasından istifadə edir, evinin dalından keçir. Ev Bakı şəhəri Landau küçəsi 535-ci məhəllə, kvartira 57-dədir. Yəni ki, həmin evi, burada maklerlərə də deyirəm ki, həmin ev barəsində alqı-satqı elətdirməyin. Çünki həmin ev problemlidir. İndi hələn bilmək olmaz ki, sabahları bəlkə hər hansı bir qeyrətli, namuslu, özünə hörmət eləyən, özünü pula satmayan, qorxaq, şərəfsiz olmayan bir hakimə düşə bilər ki, həmin hakim hər tərəfli bu işi bölə bilər. Mən inanmaram ki, hal-hazırda Yasamal rayon məhkəməsi Əliyev Rauf Ağakamil oğlundan pul alır. Ona inanmıram. Çünki Əliyev Rauf Ağakamil oğlu, mən onu əla tanıdığıma görə, inanın ki, onlar bir gün 4 nəfərdir ailədə, 4 nəfərə yumurtanı 4 yerə bölüb yeyirlər. Yəni, o qədər xəsis ailədilər ki, inanın ki, siz təsəvvürünüzə gətirə bilməzsiniz. O 100 il qala kiməsə pul verməz. Burada böyük bir cinayət hadisəsi baş verib. Demək, sənədlər saxtalaşdırılıb. Sənədin saxtalaşdırılması harada gedir? Ədliyyə Nazirliyində. Ədliyyə Nazirliyində notariuslar, ZAKS idarəsi, notarius, fərəsəlik, o biri, bu biri, bütün hamısı saxtalaşdırıb. Ona görə qorxurlar ki, bu işin sonu pis qutara bilər. Pis deyəndə ki, bizdə bir məsəl var, itin ayağını bastalamır. Amma itlərin içində də qeyrətli itlər olur da. Nəyə görə həmşədir, məsələn, Afçarkadı sortu, ən belə sortdur, onu da deyir, fikirləşək də. Yəni, bu biraz zarafat oldu, amma ki, yenə də deyirəm ki, mən
dünənləri Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazovun tərəfindən zəng aldıq. Çox sevindim. İlk dəfə idi ki, bəlkə biz o barədə sevindik ki, sağ olsunlar ki, heç olmasa şikayətimizə cavab verildi. Amma nə hələm Kamran Əliyevdən, nə hələm DTX-dan, nə o birindən, nə bu birindən, heç birindən cavab almamışıq. Bir-iki gün Cəmi Cümlətanı Yasamal rayon məhkəməsinin sədri cavab göndərdi. Söyündük ki, Nuzeri bunlar da kişiləşdi. Dünənləri də mənə cavab göndərib ki, yox, biz bu işə baxmırıq. Mən buradan demək istəyirəm ki, qaqa, sizin bu işə baxmamağınızın qorxusu nədir? Mahiyyəti üzrə niyə bu işə baxmırsınız? Demək, burada böyük bir cinayət işlənilib. Həmin cinayəti örtbasdır eləmək istəyirsiniz. Mən burada korrupsiyanın olduğunu bilmirəm. Rüşvət o yoxdur burada. Sadəcə burada vəzifədən sui-istifadə eləmək, vəzifə səlahiyyətlərini aşma, belə bir maddələrlə ittiham olunası şəxslər var ki, həmin şəxsləri Ədliyyə Nazirliyi tərəfindən qorunurlar. Amma ki, mən sizə bir söz deyim. Sizin bəxtiniz onda gətirmədi ki, biz vəkillə işləmirik, biz vəkillərə pul vermirik. Biz bunu özümüz yazırıq, özümüz göndəririk. Ona görə də ki, bir ildə olsa, 2 ildə olsa, hakimiyyət dəyişsə də, dəyişməsə də, axıra qədər bu işə gedirik. Məndə ruhdan düşmək yoxdur. Məni ruhdan salan anasından belə olmayıb. Axıra qədər gedəcəm. Ona görə də ki, mən buradan Rauf Əliyevə deyirəm ki, aydın bu, özünü sən gör özü ilə bərabər neçə nəfərin evini yıxacaqsan. Kişi ol da, evdə olan şeyləri barı verginə, barı pulu verginə. Güya mən bilmirəm ki, bunları götürən kimdir? Mənə xəbər gəlib çatmır ki, kimlər götürüb. Amma bir dənə baxılsın da, indi çox şükür ki, Yasamal rayon polis idarəsi də bu barədə məlumat daxil olub. Amma buradan da Yasamal rayon polis idarəsinin polislərinə deyirəm ki, polislər, sizdən çox xahiş edirəm, işi ədalətlə aparın. Nə olar, bir də elə baxın, görün. Mən də cəmaata deyim ki, Nuzeli bizim də polislərimiz bu cür ədalətli var imiş. Amma hələ ki, deyə bilmirəm, axı, mənim dilim quruyaraq onu deməyə. Çünki mən görürəm ki, Dəstananın başına gələnləri görürəm, Mehman Baratovun başına gələnləri görürəm, Çiçək Məmmədlinin başına gələnləri görürəm. Mən bunları görürəm, gördükcə də həqiqətən də mən baxıram, görürəm ki, Azərbaycanda biz deyirik ki, demokratik. Yox, biz hamımız, valla bilmirəm, biz hara gedib çıxacaq bununla. Ona görə dostlarım, biraz səhviyyə dəstək olun. Like'lar çoxaldın.